Hər vaxtınız xeyir. Newton qanunlarına aid bu tipli testlərin izahına baxaq. İpin T gərilmə qüvvəsinin 15 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. Deməli, ilk olaraq bizdə burada T-ni veribdir, gərilmə qüvvəsini veribdir, bizdə 15 Newton. Və biz görürük ki, T buradan sadəcə M kütləli cismi dartır, yəni T-yə düşən sadəcə M-dir. Amma F kütləsi biz artıq buradan görürük ki, 1, 2, 3. 3 M-i dartır, yəni F-imizə düşən də olacaq 3. Biz buradan tənasüb quraraq məsələni həll edə bilərik. M-lər ixtisar gedir. O zaman buradan F bərabərdir 3 T-ni almış olarıq. O da bərabərdir 3 vurulsun. T-ni verib bizə 15 Newton. O da bərabərdir 45 Newtonu almış olarıq. Bu şəkildə məsələləri sadə şəkildə tənasüb quraraq həll edə bilərik. İndi gəlin digər məsələyə, 38 nömrəli məsələyə baxaq. Burada bu qaydadan istifadə edə bilmərik. Çünki biz şəkildən görürük ki, bu 3M kütləli cisim bu tərəf daha ağır olduğu üçün bu aşağı doğru hərəkət edir. Bu isə yuxarı doğru hərəkət edir. Yəni bunlar eyni bir sistem deyil. Bu fərqlidir, bu isə fərqlidir. Ona görə biz bu şəkildə tənasüb quraraq həll edə bilmərik. Ya da sadə şəkildə yadınızda saxlayın ki, qüvvələr müxtəlif yerlərdədirsə, məsələn, biri solda, biri sağdadırsa, o zaman biz bu məsələni bu şəkildə həll edə bilmərik. Onu necə həll edirik? Gəlin ona baxaq. Deməli, bizdə F qüvvəsini veribdir, gərilmə qüvvəsini 12 Newtondur və T-ni istəyir bizdən. F-i verib 12 Newton. Gəlin baxaq görə sağ tərəfdəki gərilmə nə qədər olur o zaman? Burada məsələn bir T1 deyək, gərilmə qüvvəsi deyək, bu bərabərdir. Əgər M kütləli 12 Newtondursa və T1 görürük biz 2M çəkir. Əgər M 12 Newtondursa, o zaman 2M'imiz olacaq 24 Newton. Və biz bilirik ki, eyni ipdə eyni gərilmə olacaqdır. Yəni sağ tərəfdəki gərilmə qüvvəsi 24 Newtondursa, o zaman bizdə solda da elə T1 bərabərdir 24 Newton yaranacaqdır gərilmə qüvvəsi. İndi qüvvələri eyni tərəfə keçdiyimizə görə artıq rahat şəkildə biz yenidən tənasüb quraraq məsələmizi həll edə bilərik. Deməli, yenə baxırıq burada bizim T-yə düşən 2M-dir. Yəni T-imiz sadəcə 2M dartır. Yəni onu yazaq. Deməli, T 2M-dir. T1 isə 3M-i dartır. Yəni T1-ə də yazaq 3M. Buradan M-lər yenə tənasüb qursaq bərabərdir. Yəni M-lər ixtisar getsə, o zaman biz buradan T-ni tapmaq istəyirik. O zaman T bərabərdir. Üstə 2 vurulsun, T1-i almış olarıq. Deməli, buradan o zaman T bərabərdir. Üstə 2 vurulsun, T1-imiz də yazmışdıq bura 24 Newtondur. 24 ilə çıxsaq gedir 8, 2 dəfə 8, 16 Newtonu almış olarıq. Cavab olur 16 Newton. Bu təbii ki, 2M üçün tapdığımız cavabdır. Əgər məsələn sizdən 1M soruşsaydı, o da təbii ki 8 Newton olardı. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.